Gəlin bir dəqiqə içində sensomotor mərhələnin nə olduğunu öyrənək. Sensomotor mərhələ zehnin inkişafının ilk mərhələsi hesab edilir və 0-2 yaşa qədər olan dövrü əhatə edir. Bu dövrdə uşaq dünyanı hiss və hərəkətlər vasitəsilə anlayır. Məsələn, bir uşaq ağlayanda digərləri də ağlayırsa, bir uşaq güləndə digərləri də gülərək onu təqlid edirsə, bu səs yolmasının formalaşdığını göstərir. Bu mərhələdə əşya davamlılığı da mövcuddur. Əvvəlcə uşaq gizlədilən oyuncağın mövcud olmadığını düşünürdü. Lakin 9-10 aylıqdan sonra uşaq anlayır ki, gizlədilən əşya hələ də mövcuddur. Uşaq oyuncağa uzanmaq üçün, məsələn, yorğanın digər tərəfində olan oyuncağa uzanmaq üçün yorğanı dartır. Bu da əşyalara uzanma adlanır. Qaşıqla masaya vurursa, əşyaların materialını, yumşaqlığını, bərkliyini anlamağa çalışırsa, bu da dövr reaksiyalar hesab edilir. Bu dövrdə valideynlərin əsas vəzifəsi təhlükəsiz öyrənmə mühiti yaratmaqdır. Çünki bu yaş aralığında uşaqlar iti əşyalara toxuna bilər və bu da onlar üçün təhlükəli ola bilər.